Hə, Zaur, salam. Salam Meryem. Necəsən, necə hiss edirsən özünü? Çox sağ ol, yaxşıyam. Sənə görə çox narahatam mən. Belə də yavaş-yavaş özümə gəlirəm. Yox, elə evdəyəm bütün günü. Dincəlirəm. Telefonu ver. Meryem, səsin uzaqlaşdı. Alo Meryem, oradasan? Sənə bir söz demək istəyirəm, Azərlə bağlı. Sen bura niye zəng vurursan? Azər. Sen niye zəng vurursan bura? Azər, qulaq as mənə. Yaxşı, gələrəm orada danışarıq, yaxşı? Azər. Sen onun zənginə niye cevap verirsən, ha? O kimdir zəng verir sənə? İnsanlıq da maraqlanır necəyəm. Yatdı bəyəm, 4 il bir yerdə oxumuşuq. Meryem sus. O deyəsən bəzi şeyləri yadından çıxardır. İndi mən ona hər şeyi başa salaram. Ne danışırsan? Necə ola bilər axı bu? Demək ki, ola bilər də. Yaxşı, sən bunu mənə əvvəlcədən deyə bilməzdin. Mən də bilərdim da, pul Məryəmə nəyə görə verirsən. Yox, gərək mən orada dava qırğın salaydım. Mən neyniyim ki, sən özünü idarə edə bilmirsən? Yaxşı, görəksən Allah, bəsdir. İndi bu Hüseyin qisas almağa gəlir. Belə çıxırdı. O Vidadi Hüseynin bütün həyatını əlindən alıb. Onun yerinə kim olsa partlayar. Sən bu Vidadiyə baxın. Atanın dostu olala bu qədər şeyi necə eləyə bilir baxın. Özdə Zaur... Bax ha, məndə. İndi sənə dediklərini kimsəyə deməyəsən ha. Nə danışırsan, sən dəliz adam bəyən.
Belə şey demək olar, adama gülərlər. Elə bilərlər özümdən uydururam. Alsa, vaxtı çatana kimi bunu heç kəs bilməməlidir. Vaxtı çatanda, hə? Bax, sənə deyirəm ha, mənim bu işlərdən heç gözüm su içmir. Sən o Vidadidən də, Hüseynindən də uzaq dur. Onlar bir-birinin axırına çıxmamış, sakit olan deyirlər. Vidadi mənim atamın hər şeyini əlindən alıb. Yenə başladı da. Rədd olsun ey adam. İstəyirsən sənə də nəsə eləsin. Söhbət mənim atamdan gedir. Başa düşürsən sən? İndi atana görə mən səni detirməliyəm. Özünü fikirləşmirsən, heç olmasa bizi fikirləş. Sabah sənin başına bir iş gəlsə, biz neyniyərik axı? Qorxma Validə, qorxma. Mən heç nə olan deyil. İlqar. İlqar, eşitmirsən məni? Bu kişi məni öldürməmiş, sakit olan deyil da. Zor hanım. Zor. Sen özü ne saysan ha? Ha? Ne saysan özü? Dememişim bizden uzak dur. Adam biri öyrənər nəyə görə zəng eləmişdi. Bırak beni. Her neye göre zengelemsen. Zengeleme! Mən sənin borcunu sildim, ona görə zəng eləmişdim. Bırax onu özündə ged mətbəxə. Kal beni. Necə yəni, başa düşmədim. Sənin mənə borcun yoxdur, təzminat da yoxdur, pul da yoxdur, vəssalam. Ola bilməz. Mən dediyimi dedim. İndi özün nə fikirləşirsən, fikirləş. Yəni indi benim sana borcum yoktu. Bəs müqavilə? Onu cırtulla. Yani bizim işbirliğimiz bitti. Bitti. Bundan sonra nə sən mənə görəcəksən, nə də mən sana. Sənin üçün çay gətirmişəm. Çox sağ ol. Nə vaxt gəlmisən? Eşitmədim gəlməyini. Bayaqdan buradayam. Məsbə xala ilə söhbət eləyirdim. Özünü necə hiss eləyirsən? Belə də. Ürəyim sıxıldı artıq bu otaqda oturmaqdan. Havaya çıxmaq istəyirəm. Bir gündə döz, sabah gedib hava alarsan. Belə yaxşıdır hər şey. Yəni Nəsibə xala sənə heç olmasa qulluq eləyir. İnarsan, neçə vaxtı Nəsibə xalanı tanıya bilmirəm. Belə qəribə qayğı göstərir mənə. Gərək uşağı bitirəndən sonra göstərərdi də o qayğını. Heç olmasa indi evdə hüzur var. Ona sevinirəm. Məryəm, sən öyrəndin həkimdən niyə uşağı bitirmisən? Həkim onsuz da demişdi də mənə. Uşağı itirə bilərsən. Hər halda analizlərin cavabını öyrənmək lazımdır. Bəlkə təzyiqin qalxın. Bəlkə stres keçirtmisən. Bəlkə nəsə başqa bir səbəb olub. Yəni biləsən də nəyə görə itirmisən uşağı. Nuray, bu nəyisə dəyişəcək. Artıq olan olub. O da düzdür. Amma bilsən daha yaxşı olar. Düzdür. Sabah deyərəm Azərə gedib götürər. Məncə özün getsən yaxşıdır. Azər bilər, səbəbini səndən gizlədər deməz, sən də bilməzsən.
Həm özün öyrənsən yaxşı olar, həm də hava alarsan, biraz tək gəzişərsən. Nədir o elə? Restoranın kontraktı. Sən fikrindən dönən deyilsən də, hə? Heç olmasa satdığın adamları tanıyırsan? Onun nə fərqi var ki? Əsas odur ki, yaxşı pul versinlər. Ayata, heç fikirləşmirsən ki, o pullarla nə edəsən sən? Sənin təzə biznesə başlamaq yaşındır. Düz deyirsən. Mənim o yaşım deyil. Həm də mənim o yaşım deyil ki, sizin kaprizlərinizə dözəm. Necə istəyirəm, elə də eləyəcəm. Əş səndən nəsə istəyən var? Get sat, yığ pul ver evə, özünə yaxın olsun. İstəyirsən lap yastığımın altına yığ. Bura bax! Hə, Səsin deyəsən özümə xoş gəlir ha. Səsini azal da özündə otur yerində. kimsə susturmaqla iş həll olunmur, Mən qərarımı vermişəm. İki qardaş nə qədər istəyirsə danışa bilərsiniz. Yaxşısı budur ki, sən get həmən restoranla sağollaş. Çünki mən bu axşam onu satıram. Başa düşdün nə dedin? Get sat da. Get sat görüm sonra nə edəsən? Bura bax! Elə bilirsən yaxşı şey eləyirsən? İki oğlum var. Heç biri burada özünə yer tapa bilmir. Bədbəxtçilik budur. Bura bax. İstəyirsən ki, mən səni buradan da uzaqlara göndərim, hə? Bilirsən ki, mən bunu eləyə bilərəm. Məni əsəbləşdirmə. Əgər özünü yaxşı aparsan, bəlkə təzə iş yerində sənin üçün də bir yer taparam. Mənim işim var idi, də əlimdən almasın. Nə oldu be? Denən də sözü be. Zəng vurmusan ki, sənin sözün var. De də sözü. Nə gözümü döyürsən? Gülzarla görüşdüm. Deyir, mənim bütün borclarımı silib. Necə silib? Nə bilim, silib də. Daim mənim ona borcum yoxdur. Heç verdiyi pulu da istəmir. Elə şey olar kişi. Nə bilim, İsmail indi olub da. Daim mənim ona borcum yoxdur. Deyirəm birdən başqa məsələ olar ha nəsə. Ya, dəqiqdir. Deyirəm, daha canım qurtardı ondan. Heç olmasa bugün bir şad xəbər eşitdim. Tabi söhbət bağlanıbsa, səndən bir şey soruşmaq istəyirəm. Sən istəməmsən, hə? Mən şərik olum. Bu hardan çıxdı İsmail? Azər, mənə düzünü denən. İsmail, bilirsən axı elə deyil. Özün yaxşı bilirsən ki, səndən müdür olmaz da. Sən yaxşı idarə edə bilərsən, administrator kimi. Həm də qardaşım, sənin adın ancaq kağızda administrator olacaqdı, amma belə eyni qazanacaqdıq. Yaxşı da İsmail. Sən axı bilirsən, mən səni qardaşım kimi çox istəyirəm. Sən mənə qardaş kimisən, özüm də bilməmiş niyə belə elədim. Həm də mən sənə demişdim axı, biz eyni qazanacağıq. Demişdim, deməmişdim. Yaxşı da İsmail, sən canım. Mən səni özümə qardaş bilirdim, Mən sənə hər şeyi başa saldım axı İsmail. Nəyi başa saldın, mənə? Nəyi? Gəlib mənə yalandan deyirsən ki, bəs Zaur istəmədi mən şərik olum, hə? Azər, bu sənin nəyivə lazım idi, hə? İsmail, vallahi bilmirəm niyə belə elədim. Həm də ki, sən biraz belə, necə deyim,
Ay necə var elə denən də. Yəni biraz hərdən xəyalsan da. Dedim birdən Zaur bizi ciddiyə almaz. Amma yenə deyirəm də, yəni biz ikimiz də eyni qazanacaqdıq. Yaxşı da İsmail. Məndən utanırsan, hə? İsmail yaxşı da. Səsküy salon cəmaət bizə baxır. Utanırsan, hə? Azər. Ayıb olsun sənə. Ayıb olsun. Ana, sənə bir şey demək istəyirəm. Eşidirəm. Nə olub, keyfin yoxdur? Nə bilim ay qızım. Görək də bu işlərin axırı nə olur. Ata ilə dava eləmisən yenə? Sən narahat olma, sözünü de. Ana, bilirsən nə demək istəyirdim? Bu, yəni... Nə ay qızım, de də. Ürəyimi çəkmə, de görüm nə olub. İlkin mənə dedi ki, məndən xoşu gəlir. Hansı ilkin? Vidadinin oğlu? Hə. Bir də uşaqla oturub durma, eşitdin məni? Niyə ki, nə oldu birdən? Sən ondan xoşun gəlirdi axı. Söhbət ondan getmir. Onların ailəsi ilə bizim ailənin bir də heç bir əlaqəsi olmayacaq. Uzaq dur ondan. Bezdirdiniz lapaya. İndi araşdırsaq bütün Bakıyla probleminiz var. Qışqırma ay qız. Dedim ondan görüşməyəcəksən, deməli belə də olacaq. Vəssalam. Onun atasından bizə nə? Ay qız, onun atası sənin baban. Qız durduğum yerdə məni necə özümdən çıxardır, Yaxşı. Mən sizə zəng eləyəcəm. Oldu, sağ olun. Necəsən Rüfət? Yaxşı, sağ olun. Siz necəsiz? Sağ ol, şükür. Xeyr ola buralarda. Bura düzəlmişəm Mətanət Aya, administrator. Lab yaxşı, təbriklər. Sağ olun. Və siz nə yaxşı buralarda? Tələbəlik illərimdə burada bir yaxşı kafe var idi. Yadıma sala bilmirəm, bayaqdan gəzirəm. Kafe? Hə. Buralarda bir-iki dənə kafe var, bəlkə də elə oradadır. Ola bilər. Səhv eləmirəmsə orada olmalıdır. Sən nahar eləmisən? Yox. Gəl gedə bir yerdə. Buraxarlar? Ay, yox, buraxmırlar. Gəl get. Oldu. Azər! Necəsən? Yaxşıyam. Özün sürürsən? Hə. Sürücünü işdən çıxartmışam. Təzəsini axtarım. Keç otur da 5 dəqiqə söhbət eləyək. İşlərin necə gedir? O vaxtdan səninlə heç görüşüb danışa bilməmişik. Neynirsən? Can. Başa düşürəm ey səni. Bütün ümidimi tikmişdin o uşağa. O da ki, heç olmasa evimizə biraz huzur gətirərdi. İndi Nəsibə xala yenə başlayacaq dava-dalaşa. Məryəm niyə uşağın olmur? Sən də qalacaqsan arada. Belə şey olmayacaq. Bizim yenə uşağımız olacaq. Azər,
özün də görürsən ki, Məryəm bir dənə uşağı qoruyub saxlaya bilmir. Niyə ümid eləyirsən sən? Mən inanmıram ki, Məryəm bundan sonra yenə uşaq istəsin. Hər şey dəyişəcək, başa düşürsən? Heç nə əvvəlki kimi olmayacaq. Nə demək istəyirsən sən? Əgər sən Məryəmdən yenə uşaq istəyirsənsə, ümidini üz ondan. O sənə uşaq verə bilməyəcək. Nuray, mənə elə gəlir, yoxsa sən yenə köhnə söhbətlər açırsan? Hə? Mən Məryəmdən boşanmayacağam. Niyə başa düşmək istəmirsən bunu? Belə çətindir? Mən heç nə deməyəcəm. Özün əvvəl-axır hər şeyi görəcəksən. Belə şey heç vaxt olmayacaq. Eşitdin? Burada yaxşı steak verirlər. Sifariş elədim sənə də özümənə. Laf yaxşı. Necəsən Rüfət? Yaxşı. Siz necəsiz? Şükür. Amma nəsə biraz fikirli görsəniz. Bir adamla yüngülvari mübahisə eləmişik. Heç nə. Ciddi bir şey deyil ki. Yox, hər şey qaydasında. Sən özün necəsən, danış görüm. Sözün düzü, sən işdən çıxandan sonra biraz narahat oldum sənə görə. Amma indi baxıram ki, maşallah yox, yaxşısın. Nə? Hə, yaxşıdır. Biz də restoranı satırıq da. Restoranı satırsınız? Niyə? Nə bilim, belə məsləhət görüldü. Sən restorandan çıxanda demişdin ki, mənim bura ayırdığım vaxt qutardı. Deyəsən elə mənim də ora ayırdığım vaxt bitmək üzərədir. Yaxşı, bəs nə edəcəksiniz? Bilmirəm. Bakıya təzə gəldiyim vaxt yadıma düşdü, deyəsən. Hər şey sıfırdan başlamalı olacaq. Yəqin indi iş quracaqsınız da. Çətin Rüfət. Türkiyəyə qayıtmaq haqqında fikirləşirəm. Yaxşı, bəs sizi bura gətirən səbəb o necə olacaq? Mən bura gələndə hamı mənə deyirdi ki, sən düzələnmirsən, keçmişdən yaşamaq olmaz. İndi başa düşürəm ki, onlar haqlıydılar. Mən ciddi qərar verməliyəm bu həyatdan nə istəyirəm. Valla biz hərdən elə çox fikirləşirik ki, hər şeyi alt-üst eləyirik. Məncə elə şeylər var ki, anidən qərar vermək lazımdır. Elə yerindəcə. Çünki fikirləşdikcə, nə bilim, daha çox körlanır. Məncə. Razıyam sənə Rüfət. Səddindən artıq çox fikirləşirik. Elə axırımıza da çıxan budur. Yaxşı olar. Necəsən bibi? Yaxşıyam. Unutmuşdum sənin üçün. Sənə yataqdan qalxmaq olar? Bezdim uzanmaqdan. Gəl. Kimsə var evdə? Heç kim yoxdur. Ay, nə yaxşı. Hə, necəsən, nə var, nə yox? Gəl otur. Darıxmışdım sənin üçün. Maşallah, rəngin də qayıdıb ha. Bəsdir məndən danışdıq. Özündən danış. Nə edirsən? Heç nə. Bibi hər şey elə dəyişib ki.
Rüfətlə də ayrıldıq. İlkin də mənə sevdiyini etiraf elədi. Sən Rüfəti sevirdin axı. Bilirəm, bibi. Amma fikirlərim elə qarışıb, keçən düşünə bilmirəm. Anama da ilkindən xoşu gəlmir. Deyir, uzaq dur ondan. Niyə? Çünki o Vidadin... Sən axı bilirsən, İlkin Zaurun qardaşıdır. Ona görə də anam icazə vermir. Başa düşürəm. Çox dəyişib anam. Mənə elə gəlir ki, ata nəsə deyib, Vidadi haqda. Anam da əsəbləşib. Qabaq heç belə deyildi. İlkinə qarşı yaxşı idi, deyirdi, danış, görüş. Amma indi tam başqa olub. Könül, mən İlqarla danışaram, soruşaram ondan. Yox, lazım deyil. Sən indi özün fikirləş, bibi. Gəl, Məşğul deyilsiniz Hüseyin müəllim. gəl Kamran, gəl. Sizə vacib bir xəbər deməliyəm. Yadınıza gəlir, sizə demişdim, Nuray məndən xəbərsiz kimləsə görüşə getmişdi. Bugün öyrəndim o kim imiş. Bu bir həkim idi. Nuray ondan bir dərman alıb. Uşağı düşürtmək üçün dərman. Nuray? Amma bu heç nə demək deyil. Çünki həkim dedi ki, Nuray onu öz rəfiqəsini istifadə etmək üçün istəyib. Kim inanar buna? Düzü, bu mənə də inandırıcı gəlmədi. Siz icazə verin, mən bunu araşdırım, sonra bir qərar verək. Sən düz deyirdin. Biz o qızdan gərək ehtiyatlı olaydıq. Ona balaca bir dərs vermək lazımdır. Biraz gözləri açılsın. Siz narahat olmayın. Mənim bir fikrim var. Nuray, indi mənə hər şeyi açıq-aşkar danış görüm. Necə olur məsələ? Çünki tək Nəsibə xala görə Məryəm uşaqdan əl çəkməzdi. Mən buna inanmıram. Düzü heç məsələ Azərə görə də deyil. Bəs nəyə görədir? Sən bilmirəm, mən sənə bunu necə deyim. Necə lazımdır, belə demə. Deməli, Məryəm Azərdən boşanmaq istəyirdi. Məhkəməyə ərizə də verilmişdi. Amma birdən-birə bu uşaq söhbəti ortalığa çıxdı. Məryəm də elə düşündü ki, bəlkə uşaq olsa, hər şey dəyişəcək. Amma gördü ki, dəyişmir. Əksinə biraz da pisləşir. Boşanıb uşağı sonra tək böyütmək olmazdı ki? Olardı. Əslində Məryəm onu da düşündü. Amma gördü ki, olmayacaq. Əgər uşaq olsa, o məcbur olub o evdə qalacaq. Nə bilim Nuray. Neçə il uşaq istə, axırda da gəlsin belə olsun. Kim istəyərdi belə şey? Başa düşmürəm. Sən indi mənə inanmırsan. İnanmırsansa get soruş Məryəmdən. Nuray, mən sənə inanıram. Sadəcə olaraq mən Məryəmin elədiyi hərəkətlərə heç cür haqq qazandıra bilmirəm. Başa düşürsən bunu? Mən səndən çox xahiş edirəm. Bu söhbət bizim ikimizin arasında qalsın. Bax ha, əgər Azər eşitsə Məryəmi öldürəcək. Nuray, söz vermək lazım deyil, aramızda qalacaq bu onsuz da.
Onda belə çıxır ki, Məryəm Azərdən boşanacaq, hə? Hə. Çünki ortada uşaq da yoxdur artıq. Boşanacaq. Özə çox yaxın vaxtda. Nuray, ortada o qədər problemlər, söz-söhbət olur ki, heç sənə düzəməl oturub danışa da bilmirəm. Özün necəsən? Belki bir de fikirleşirsen. Kontraktı imzaladın, geriye yol olmayacak. Ben hiç bilmirdim ki siz iki kardeş bu restorana böyle çok istəyirsiniz. Söhbət bizdən getmir, həyata söhbət səndən gedir. Yaxşı restorandır, işləyir, gəlir, gətirir. Mən başa düşmürəm, sən niyə eləmək istəyirsən? Bizim acığımıza eləyirsən, yoxsa? Zavur. Ben indiyə qədər o da gəlir getiren abikler satmışam ki, hiçbir vaxtda peşman olmamışam. İnanıram, indi de peşman olmayacağım. Axşam olsun. Akşamı xeyir. Kontraktı imzalamaya görə gəlmişəm. Adım Ənvərdir. Ənvər. Yaşadım. Oğlum çağırdı. Ümid edirəm ki, müqaviləni oxumusunuz. Ben okumuşam. Dəyişikliyi varsa, yəni deyin. Yok yok. Her şey qaydasındadır. İmzalamaya da hazır. Onda imzalayaq. Siz imzalayacaqsınız? Bəli. Şirkətin rəhbəri öz mənə bu səlahiyyət verir. Siz nə əcəb bu boyda biznesmen restoran alır, özü gəlməyib. Özü də gələcək. Narahat olmayın, birazdan o da gələcək. Ehtiyatlanmaq oğlumun xasiyyətidir. Buna görə də ona çox fikir verir. Necə deyərlər, ehtiyata gedin yer aşağıdır. Bəli, bəli. Eğer her şey həll olunubsa, mənə ehtiyac yoxdursa, icazə verin mən bir havamı dəyişim gəlim. İmzalayalım müqaviləni. Başa düşmədim. Alo, Salam Kəmran. salam. Mənim evimin açarlarını sən dəyişmisən? Hə, mən dəyişmişəm. Necə yəni mən eləmişəm? Sənə kim icazə verib mənim evimə keçəsən? Mən sizin evinizə keçməmişəm. Mən Hüseyn müəllimin evinə keçmişəm. Yadınızdan çıxıb o evin borclarını kim ödəyib? Yoxsa çoxdan itirmişdiniz onu? Hüseyn müəllimin xəbəri var? Hüseyn müəllim bilir ki, siz bir həkimlə görüşüb ondan dərman almısınız. İndi mən öyrənirəm ki, sizə o dərman nə üçün lazım olub. Bu ev artıq sizin deyil. Və elə hesab edin ki, bu sizin elədiklərinizin bir hissəsinə olan cavabdır. Əgər mən başqa şeylər öyrənsəm, onda Hüseyn müəllim daha da pis əsəbləşəcək. Və bir də paltarlarınızı qonşudan götürə bilərsiniz. Xoşuna gəlir?
Hə, yaxşıdır buralar. Sən bilirsən də mənim belə səs-küylü yerlərdən xoşum gəlir. Olmazdı heç olmasa bir gün tanışlarla qarşılaşmayaq. Oo, təsadüfə bax. Nə olub? Nəsə xoşuma gəlmir? Yo, niyə ki? Əla yerdir, yer içmək də olur, hə? Mahnı da oxumaq olur. Hə, könül? Könül mahnı oxumağı sevmir. Doğrudan? İlkin, gedək elə şey də. Olar. Hoş gelmişsiniz. Okuyatın size mikrofon vereyim. Demə, harda dərd var gəlib bizi tapır. Hə, valla. 6 il uşaq gözdə axırda belə olsun. Bəs mən nə deyirəm? Harda dərd var gəlib bizim qapımızı döyür. Qoruyub saxlaya bilmədi də. Günah özündədir. Bir dənə uşaq saxlaya bilmədi. Mənim taleyim yox, yazın eyləsin. Uğur məndən qaçıb səfər neyləsin. Məni öldürməyə zəhər neyləsin. İçimdə boşluqdur, talandı dünya. Mənim taleyim yox, yazın eyləsin. Uğur məndən qaçıb zəfər neyləsin. Məni öldürməyə zəhər neyləsin. İçimdə boşluqdur, talandı dünya. Yalandı, yalandı, yalandı dünya. İçimdə boşluqdur, talandı dünya. Yalan, yalan, yalandı dünya. Fəryadım göylərə çalandı dünya. Tufanda kırıldı kolum kanadım. Zaman yaman vurdu, ömrüm kalmadı. Beni duyabilen bir eşk yaradım. Feryadım göylere calandı dünya. Tufanda kırıldı kolum kanadım. Zaman yaman vurdu, ömrüm kalmadı. Beni duyabilen bir eşk yaradım. Feryadım göylere calandı dünya. Yalandı, yalandı, yalandı dünya. İçimde boşluktu, talandı dünya. Yalan, yalan, yalandı dünya. Feryadım göylere çalandı dünya. Yalandı, yalandı, yalandı dünya. İçimde boşluktu, talandı dünya. Yalan, yalan, yalandı dünya. Feryadım göylere
Təbrik edirəm Vidadi bəy. Çox sağ olun. Mən də çox şad oldum. Hələ indiyə qədər heç bir şirkət belə tez ödəniş eləməmişdi. Hətta pullar da artıq hesaba oturub. Sizin şirkətin rəhbəri ilə də tanış olsaydım daha yaxşı olardı. Narahat olmayın, tanış olacaqsınız. Bax, bu da şirkətimizin rəhbəri. Salam, Vidadi.